Xoş gəlmişsiniz. Gələn ayaqlarınız var olsun. Təşəkkür edirəm. Ümumiyyətlə, son illər ərzində Bakı kəndləri arasında belə bir vəhdət axırıncı kərəmdə vaxt görmüşdük. Təşəkkür edirəm. Yəni, bu işdə öz həmrəyliyinizi göstərməklə, hər kəs öz vəzifəsini yerinə yetirməklə yaranan bu vəhdət əlbəttə ki, müvəffəqiyyətə doğru mətin bir addımdır. Başlamamışdan qabaq istəyirəm nəzərinizə çatdırım ki, biz bugün tarix yazırıq. Biz tariximizi ümumi iş ətrafında vəhdət yaratmaqla yazırıq. Sadə bir sual verim. Bura kimisə məcburi götürmüşük və yaxud da bu yığıncağın adını başqa şeye qoymuşuk ki, gəlib görürsünüz ki, burada mənəm. Məclisin adı ölürsə, necə elan olunursa, burada da elə olacaq. Xahiş eləsəm, telefonları sessizliyə qoyarıq ki, artıq dərəcədə xahiş edirəm. Təşəkkür edirəm. Axır vaxtlar açıq havada çox gezmişəm. Biraz sesim öskeri xahiş edirəm, üzürlü beləsin. Həmçində axsaqqallar var məclisdə, alimlər var. Onların da qarşısında söz danışmaq çətindir. Xahiş edirəm, məzur görün inşallah. Çalışacağım ki, xətam da olsa üzürlü hesab edir. Qısa bir təqdimatdan sonra inşallah keçəcək seçkinin mahiyyəti və sonunda da seçki platforması haqqında danışacaq. Təqdimat bölməsində yəqin ki, ümid edirəm çoxsu məni tanıdığına görə gəlib. Qafarov Amid Abdiloğlu, Şualan kənd sakini, 1981-ci il təvəllüdü. Elə Xəzər rayonunda, yəni mən hal-hazırda Milli Məclisə, millət vəkili uğrunda mübarizədə aktiv iştirak edən və bu ad üçün iddialı olan yeganə namizədəm ki, bu rayonun bətnində doğulmuşam və burada böyüyüb boya başa çatmışam. İkinci namizəd bilirsinizsə adını çəkin. Yoxdur. Onu verdi gəlmişik. Təşəkkür edirəm. Amma biz görürük ki, başqa bir namizəd üçün cəhd olunur ki, bu rayonda millət vəkili kimi sizin üçün təyin olunsun və bu açıq-aşkar bu rayonun sakinlərinə qarşı həqarətdir. Məyər bizim aramızda savadlı insanlar yoxdur, ləyaqətli insanlar yoxdur, o vəzifəyə iddia edə biləcək insanlar yoxdur. Bugün mən ona görə buradayım ki, bu təklif mənə gəldi, məni tanıyanlar tərəfindən. Şah mənim 7-ci babamdır. Yəni, bu söz ki, mənim üçün çıxardıldı. Bunlar gələn dəfə fəxrdən ki, deyəcəklər, mən qələliyəm, o əvvəl bilsinlər ki, kimin hesabına bu kənd qələ olub. Burada, əlbəttə, mən rəcəz oxumuram, sadəcə çalışıram özümü daha ətraflı, yaxından tanıyım ki, çünki sizin haqqınızdır, biləsiniz ki, sonra baxasınız, tərəziyə qoyasınız. Hansı namizəd daha ləyaqətlidirsə, ona da ses sözü verərsiniz. Siz məndən eşitməyəcəksiniz ki, mənə ses verim. Xeyr. Görün, başqa bir namizəddə əgər sizə bu cürlə dəyər verərsə, mecburi öz ayağını, çoxsunu yəqin ki, mən qapı-qapı gezəndə qapılarınızda olmuşam. Yəqin ki, şahid olursunuz buna. Gələr qapınıza, özünü təqdim eləyər, qəlbinizə yol tapar, platforma təqdim eləyər, kimə ləyaqətli bilərsiniz, onu da seçərsiniz inşallah.
3 universiteti bitirmişəm. 2001-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını, bakalavr istehsalat proseslərinin avtomatlaşdırılması, 2010-cu ildə yenə də həmin təhsil ocağının eyni ixtisasını, magistr dərəcəsini əldə eləmişəm. 3-cü təhsilimi, baxmayaraq ki, imtahanları vermişəm, elmi iş yazıb təhlili verməmişəm, yardımcı saxladım bu məsələlərlə əlaqədar. İnşallah seçkilərdən sonra həm kitab kimi çap olunacaq, onu da təhlil verərəm, diplomalarım olar 3-cü təhsil. Azərbaycan dilindən əlavə türk, rus, ingilis və ərəb dillərini bilirəm. 2003-cü ildən bu günə kimi müxtəlif yerlərdə və vəzifələrdə işləmişəm. Son 13 il ərzində neft və qaz sahəsində aparıcı xarici şirkətlərdən biri olan BP-də müxtəlif vəzifələrdə çalışmışam. Və həmin illər ərzində müxtəlif xarici təşkilatlar tərəfindən mənə təlimlər keçirilib. Məsələn, səhnədə insanlarla hər hansı bir fikri necə çatdırmaq, ingilis dilinin dərinlikləri, psixologiya, sosiologiya və s. və laxır. Və bu müddət ərzindəki bu bilikləri xarici şirkət üçün istifadə eləmişəm. İndi də əgər söz öz vətənim və xalqım üçün istifadə edəcəm. Bu illər ərzində müxtəlif beynəlxalq konferanslarda iştirak eləmişəm. Məsələn, Gürcüstanda, İngiltərədə, Şotlandiyada, Amerikada və ölkəmizi təmsil eləmişəm. Məncə, özüm haqqında bu qədər yetər. Əgər sualınız yoxdursa, şəxsimə aid. Əgər varsa, buyurun, mikrofon da var. Sonra keçərək növbəti bölümə. Mikrofonu zəhmət olmuşdur. Axşamınız xeyir. Axşamınız xeyir. Abid bəy, bayaq siz dediniz ki, sizi başqa bir rayonda doğulmuş kimi təqdim edirlər. Mən elə gəlir ki, heç bu ayıbdır. Heç burada heç bir qəbahət də yoxdur. Əlbəttə yox. Ay, sağ ol. Söhbət ondadır ki, siz nə qədər haqqın yanında olacaqsınız, ədaləti təmsil edəcəksiniz, şəxsən mən yanınızda olacaq, arxanızda olacaq. Təşəkkür edirəm. Bir seçici kimi. Təşəkkür edirəm. Yəni ki, filankəs haralıdır, söhbəti yığışdırmaq lazımdır. Sizə aiddir bu. Yəni bunu sizin adınıza çıxardan adamlara aiddir. Onu demək istəyirəm. Düz, təşəkkür edirəm. Həzrət Əli, ərəb oğlu ərəbdir. Çox sağ olun. Həzrət Əli, ərəb oğlu ərəbdir. Amma biz hamımız onun yanındayıq. Niyə? Çünki haqqı təmsil edir, ədalətin yanındadır. Bu qədər. Təşəkkür edirəm. Sağ olun. Təşəkkür. Əgər şəxsim haqqında başqa bir sual yoxdursa, keçirik ikinci bölümə. Ümumiyyətlə, bizim burada toplaşmaqda məqsədimiz bildiyimiz kimi 9 fevral 2020-ci il tarixində keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdir. Amma seçki barəsində danışmamışdan əvvəl lazımdır ki, bəzi terminologiyalara yaxından baxır. Niyə? Çünki mən əminəm ki, çoxsumuzun zehnində bu terminologiyaları biz bir-birindən ayıra bilmirik. Onları səhv salırıq. Məsələn, dövlət və hakimiyyət. Dövlət hər hansı bir ölkənin sərhədləri daxilində xalqın sistemli şəkildə idarə olunmasıdır. Yəni, məsələn, Azərbaycanın sərhədləri daxilində Azərbaycan xalqının sistemli idarə olunması. Hakimiyyət. Ayrı-ayrı fərdlərin və ya qrup üzvlərinin
xalqın davranışına təsir göstərəcək və yaxud onların maraqlarını reallaşdıracaq bir qüdrətdir. Həm dövlətdə, həm hakimiyyətin mərkəzində xalq yer alır. Yaxşı, bəs əgər xalq yer alırsa ya, bəs bu hakimiyyət və dövlət necə qurulur? Ümumiyyətlə, siz təsəvvür edə bilirsiniz, dövlət var, xalqı yoxdur. Yoxdur, mümkündür. Çünki hər şeyin fundamentində insan faktorudur. Hakimiyyət də elə. Ümumiyyətlə, Azərbaycan Respublikasında konstitusiyaya əsasən 3 cür hakimiyyət var. 1. Qanunvericilik hakimiyyətidir, Milli Məclis tərəfindən həyata keçirilir. 2. Həmin qanunların icra hakimiyyəti və bu Azərbaycan Respublikasının prezidentinə mənsubdur. Və 3. Məhkəmə hakimiyyəti. Biz baxırıq ki, həm qanunvericilik, həm prezident xalq tərəfindən seçilir. Düzdürmü? Əla. Buna görə də Konstitusiyanın elə 1-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Bəs Azərbaycan xalqı necə edir ki, hakimiyyətin mənbəyi olur? Bunun üçün seçkilər prosesi var. Və tərifi də belədir. Seçkilər prosesi xalqın iradə və istəyi ilə hakimiyyətin qurulma hadisəsidir. Seçkilər prosesi əslində sizin üçün bir vasitədir ki, öz hakimiyyətinizi özünüz qurasınız. Yəni, sizin yerinizə kimsə bunu qurmasın. Əgər seçkilər prosesinə müdaxilə olarsa, bunu da deməkdir ki, kimsə hakimiyyətin xalqın əlindən mənimsəyib alır. Və Konstitusiyanın 6-cı maddəsində deyilir, hakimiyyətin mənimsənilməsi Azərbaycan xalqına qarşı ən ağır cinayətdir. Bu qədər mən seçkinin mahiyyəti haqqında danışdım. Ümid edirəm, çox yorumlar sizi. Və seçkinin əhəmiyyətini ölür. Ümumiyyətlə, seçkilər prosesi xalqla dövlət arasında bir rabitə, köprü yaradır. Və əgər insanlar seçkidən uzaqlaşsalar, bu rabitə qırılır. Adicə bir misal çəkim sizin üçün icazənizlə. Tutaq ki, hər hansı bir Afrika ölkəsində, məsəl üçün Sudan. Sudanda insanlar seçkidə iştirak eləmir. Vermirlər seçkiyə. Dövlətlə xalq arasında rabitə qırılır, bir boşluq əmələ gəlir. Sizcə dövlət boşluqla idarə oluna bilər? Xeyr, onda nə edirlər? Kimsə götürüb bu vəzifəyi təyin edirlər, süni şəkildə. Onda növbəti sual, əgər süni şəkildə bir kəs, millət vəkili təyin olunsa, sabah süz, belə adam, etsə qapısına ki, bizim bir ictimai problemimiz var. Sizcə həmin təyin olunmuş millət vəkili sizin qarşınızda hər hansı bir məsuliyyət hiss edəcək? Eləməyəcək. Hətta üzr istəyirəm, mümkündür ki, desin ki, siz özünüzü nə hesab edirsiniz ki, məni seçərsiniz? Bəs bu fəsaddır. Belə bir fəsadın baş verməməsi üçün bizə əslində bir xalq olaraq belə bir şey lazımdır. Bizə lazımdır ki, xalq dövlətdən ayrılsın, boşluq yaransın. Sabah bizim üzərimizdə hansısa bir düşmən hücum eləsə, bizim halımız necə olar? Ona görə də, yəqin ki, siz atmosferdən də hiss edirsiniz. Gedən proseslər buna işarədir ki, artıq həmin boşluq ki, son illər elə bizim laqeyidsizliyimiz və biganəsizliyimiz ücbatından yaranmış bu boşluqlar doldurulmalıdır. Buna görə də artıq vaxtdır ki, biz öz taleyimizə və öz gələcəyimizə biraz məsuliyyətli yanaşırıq. Və seçkilərdə aktiv iştirak edək. Bu ilə da dövlətimizlə öz rabitəmizi bərpa edirik. Kimə istəyirsiniz səs verin? Kimə istəyirsiniz?
Yetər ki, sizin seçdiyiniz bir kəs sizi təmsil eləsin. Baxın, əgər sizin seçdiyiniz bir millət vəkili olacaq, qanunvericilik ki, tərtibə olunacaq orada, hansı ki, sizin davranışınıza təsir göstərəcək fəaliyyətinizə, onda sizin fikirləşəcək. Yox, əgər kimisə təyin edəcəklərsə, o heç vaxt sizi fikirləşməyəcək. Niyə? Çünki özünü sizdən biri bilinir. Ümumiyyətlə, hər hansı bir vəzifəli şəxs öz səlahiyyətlərini aşarsa və seçkinin nəticələrinə təsir göstərəcək hər hansı bir əməl edərsə, bu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin 2-ci bəndinə əsasən 3 ildən 7 ilədək azadlıqdan məhrum etməklə cəzalandırılır. Fikrimcə, biz artıq qırmızı xəttə yaxınlaşmışıq. Razılaşırsınız. Buna görə də artıq bu günə qədər hər hansı vəzifəli şəxs bu seçki prosesinə müdaxilə edilibsə ki, seçkinin nəticəsinə təsir göstərəcək. Məsəl üçün, namizədə məxsus olan plakat çırılıbsa, hansısa bir namizədin görüşünə məcburi adam götürübsə, hansısa bir namizədin yerinə buklet paylayıbsa, bütün bu faktlar, dəlillər artıq yığılır, seçki prosesindən sonra hər kəs məsuliyyət daşıyacaq. Bu qədər bəsit. Mənlik heç nə yoxdur. Xalqa qarşı ən ağır cinayətdə iştirak edən insanlar əgər məsuliyyətə cəlb olunmasa, Cinayət Məcəlləsində gələk tollayaq, Konstitusiyanda gələk tollayaq. Siz necə bilirsiniz? Məsuliyyət daşımalılar yoxsa yox? Elə adamları məclisimizin başında da otuzdurmamalıyıq. Məsələn, bu tərəfdə var. İndi çox təəssüf ki, proseslər biraz öz məcrasından çıxıb, amma biz də əlimizdən gələn eləyirik, yəni mən öz tərəfimdən, vəkillərimlə bir yerdən ki, prosesləri öz məcrasına salır ki, öz axarı ilə davam eləsin. Əks halda artıq hamı başa düşməlidir ki, həqiqətən də qırmızı xətt yoxdur. Çox uzanmıram, keçirəm seçki platformasına. Ümumiyyətlə, hər bir namizədin seçki platforması olmalıdır. Razısınız? Onda sizə bir dənə sual. Burada oturan seçici sözlər, düzdür, başqa namizədlərdən hansı birindən platforma görmüşsünüz və ya eşitmişsiniz? Bu seçki məntəqələrinin yanında göl lövhələr var. Görmüşsünüz də, ora bilirsiniz də nə üçündür? Nə üçündür? Namizədlər özlərini təqdim eləməlidir. Düzdür? Xahiş edirəm, əgər fikir verməmişsəm, o buradan çıxanda 5 nömrəli məntəqə var. Əvvəl Həcə İntiqamın dükanı idi də, burada yaxında. Orada lövhədə olan şəkilləri bir dənə nəzər salarsınız. Siz nə görəcəksiniz orada? Özünüz dosta baxanda görəcəksiniz ki, namizədlərin çoxsu özünü təqdim edir. Qəşəng saç düzümü, kostyum, qalstuk və s. və baxır. Bu bilirsiniz nəyin göstəricisidir? İnsanları şəxsiyyəti seçməyə öyrəşdirirlər. Sonra mənə məxsus bir plakada baxarsınız, zəhmət olmasa. Mən razı oldum ki, mənim şəklim kiçik olsun, amma aşağısında platform olsun. Yəni, siz mənə səsinizi niyə verəsiniz? Mən hansı problemlər görürəm? Onların kökünüdür və çıxış yolu hardadır? Ümumiyyətlə, mən sizə şəxsiyyəti seçməyi bir kənara qoymalı və onun əvəzində ideya və əqidəni seçməyi təklif edirəm. Sizcə hansı yaxşıdır? Şəxsiyyətlər gəldi gedərdi. Amma əqidə, elə əqidələr var ki, 5000 ildir yaşayır. Elə əqidə var ki, 2000 ildir, 1000 ildir yaşayır. Ona görə, hörmətli seçicilər, hər bir namizədin də borcudur sizə platforma təqdim eləsin.
Yəqin ki, çoxsuz mənə məxsus olan bukletləri də görmüşsünüz, flyerləri görmüşsünüz. Hər birinin arxasında seçki platforması var. Ümumiyyətlə, mənim platformam 3 nöqtənin üzərində qurulub. 1. Sosial ədalət. 2. Qanunların səhv tətbiqi. 3. Məmurların xidmət etməməyi. Sosial ədalət deyəndə söhbət elə problemlərdən gedir ki, ya ictimaiyyətin hər bir fərdini, ya da əksər fərdinə təsir göstərir. Məsələn, təqaüd yaş həddi. Ümumiyyətlə, biz bilirik, Azərbaycanda təqaüd yaş həddi kişilər üçün neçə yaşdır? 65, bəli, yəni rəsmi 64,5-dir, 6 ay. Qadınlar üçün də 62. Və sizcə 65 yaş təqaüd həddi ədalətlidir? Niyə əsasən deyirik? Deməli, bunun ən yaxşı, üzr istəyirəm, bunun ən yaxşı yolu budur ki, ən vətəndaş üçün, hansı ki mən eləmişəm. Gedirəm qəbristanlığa, başdaşlarına baxıram. Və baxıb görürəm ki, son insanlar 65 yaşın keçir yuxarı. Düzdür, burada axsaqlarlar var, Allah can sağlığı versin. Amma başdaşlar üstündə olan yazılarda farklı. Düzdürmü? Yaxşı, bunu bildik. Bəs bu problemi necə həll etmək olar? Ümumiyyətlə, keçmiş milli məclisdə neçə millət vəkili var idi ki, təqaüd yaş həddi məsələsini gündəmə qoydu? Neçə millət vəkili var idi? Bəs növbəti milli məclisdə istəyirsiniz, elə bir millət vəkili olsun? Əla. Bunun yolu nədir? Statistika idarəsindən məlumat alınır ki, son 20 il ərzində bütün dünyasını dəyişən insanlar kompüterdə statistika çıxarılır və daha aydın mənzərə yaranır. Bunda milli məclisdə artıq müzakirə obyekti eləmək olar. Amma bunun üçün hansı şərtlər ödənməlidir? 1. Həmin millət vəkili sizin sözdən çıxmalıdır. 2. Onu siz seçməlisiniz. Əks halda bu baş verilir. Növbəti bir problem, uşaq pulu narahat edir ictimaiyyəti. Edir, əla. Bəs sizcə 2020-ci ildə Azərbaycan dövləti uşaq pulu verə bilər? Verə bilər, əla. Deməli, 2020-ci il üçün artıq buraxılmış Milli Məclis büdcə layihəsini hazırlayıb. Həmin layihə əsasən 2020-ci ildə büdcənin gəliri 24 milyard, büdcə xərci isə 27 milyarddır. Fərq nə qədər edir? 3 milyard. Bu 3 milyard müsbətdir ya mənfidir? Mənfi. Deməli, çatışmazlığı var. Bəs 2020-ci ildə uşaq pulu verilə bilər? Üzr istəyirəm, amma büdcə layihəsi təxminən 276 səhifəli bir dokumentdir. Yəni, internetdə istəyən axtarıb tapa bilər. Onu nəzərdən keçirdəndə biz görürük ki, büdcə gəlirləri arasında ki, orada yazılır, misal üçün, gömrük, əlavə dəyər vergisi, ixracat və s. baxır. Biz baxırıq ki, orada neftin adı yoxdur. Neft sözü büdcə layihəsində bir dən yerdə keçir. Neftçala rayonunun adında. İndi sizə sual. Biz bilirik, bir il ərzində neftin gəliri nə qədədir? Əgər 40 dollardan, yəni minimal qiymət 40 dollar olsa, bir il ərzində 13 milyard dollar. Amma faktiki bu da 40 dollar deyil, 70'e yaxındır, yəni maraqlanırsınız. Belə isə buraxılmış Milli Məclis elə buraxılmağa layiq idi.
Büdcə haqqında daha çox danışmaq olar. Yəni, elə sahələr var ki, ora daha çox məbləğ ayrılır, hansı ki, heç bir ehtiyac və zəruriyyət yoxdur, amma çox vaxtınızı almaq istəmirəm. Bu tipli məsələlərdən, problemlərdən danışsaq, yəni 3 gün 3 gecə oturaya burada. Ona görə ki, ikinci məsələyə. Nəsə boşluq var orada? Deməli, ikinci məsələ qanunların səhv tətbiqidir. Ümumiyyətlə, siz necə bilirsiniz, bizim qanunvericilik yaxşıdır, yoxsa pisdir qanunlar? Düz deyil, qanunlar biz nəzər eləyəndə haradasa əlbəttə 100% deyil, 90% civarında yəni məqbul sayıla bilər. Amma biz baxırıq ki, o 10% ki var, onlardan istifadə edirlər. Bir də nəzərə alırlar ki, axı siz burada hüquqşünas deyilsiniz, qanunları bilmirsiniz. Qanunları səhv tətbiq eləməklə sizi əziyyətə salırlar. Gələk, küçə açırlar. Və bu, rüşvət üçün zəmin yaradır. Düzdür? Və biz də sesimizi çıxardanda hamı bizim üstümüzə hücum çəkir ki, gəl hüquqları biləsən, gələk qanunları biləsən. Bu səhv sözdür. Bu sözü gələn dəfə eşidəndə elə hesab edin ki, eşitmədiniz. Niyə? Əgər bütün qanunları mən bilməliyəmsə, bəs onda məhkəmə nə üçündür? Onda icra hakimi nə üçündür? Onda polis nə üçündür? Onda vəkil nə üçündür? Ya, hər kəs qanun bilməlidirsə, onda 10 milyon hamısı hüquqşünas olsun, bəs burada müəllim kim olsun? Neftçi kim olsun? Mühəndis kim olsun? Xeyr, biz hamımız qanunları bilməli deyilik. Qanunları bilməlidir, onları icra edən strukturlar. Razısınız? Burada 2 dənə termin var. Biri ali qanundur, ikincisi qanunun aliliyidir. Bunlar bir-birindən fərqlidir. Ali qanun elə qanuna deyilir ki, hər hansı bir mövzunu tam əhatə eləsin. Yəni, orada boşluq olmasın. Amma qanunun aliliyi odur ki, qanunlar icra olunsun, itaat olunsun və qanun işləsin. Yəni, ölkədə qanun şah olmalıdır. Razısınız? Ben şah olub qarla. İndi, qanunlar yerindədir, sadəcə səhv tətbiq olur. Mən 2 dənə misal çəkəcəm, inşallah keçəcək növbəti mərhələyə. Məsəl üçün, Cəb Allah saxlasın, mənim 4-cü övladım dünyaya gələndə, Allah razı olsun, Allah Cəb Allah saxlasın, mən getdim onun üçün doğum haqqında şəhadətnamə almağa, amma elə bir ad seçmişdim ki, dedilər qadağandır. Və mən bu ilə razılaşmadım, Ədliyyə Nazirliyinə müraciət elədim, oradan da cavab gəldi, qadağandır, amma yazılı içinə qoyurlar, məcbur olduğum işi daşıdım məhkəməyə. Və ikinci dinləmədə 8 aydan sonra öz övladım üçün doğum haqqında şəhadətnamə aldım. Yəni, təsəvvürünüzü götürün, uşaq doğulub, 8 ay yaşayır, Azərbaycan millətindən, Azərbaycan vətəndaşı 8 ayda adı heç yerdə keçmir. Yəni, oğrasında uşağı sübut eləyə bilməyəcəksən ki, mənim uşağım var idi. Və problem nə idi? Deməli, Asan Xidmət Elmlər Akademiyasının bir kitabı var, Adlar kitabı. Bu, tövsiyə xarakterli bir kitabdır. Tövsiyə xarakterli kitabı məcburi sənət kimi təqdim edir. Bunun üçün nə eləmək lazımdır? Bunu mən adi vətəndaş kimi eləyə bilməm. Düzdür, başqa insanlara da kömək elədim, getdilər, onlar da məhkəməni utdular, övladına həmin adı qoydular. Amma bunun kökünü gəlib Elmlər Akademiyasında həll eləyək. Ki, həmin kitab değişilsin. Amma adi vətəndaş, silahlı vətəndaş bunu eləyə bilməz. Bir problemi də qısaca üstündən keçin. Məsəl üçün, bir qohum mənə müraciət elədi ki, torpağı sənədləşdirmək istəyirəm. 3 il bundan qabaq cəhd eləmişdi. İcra hakimiyyətində o qədər ged-gələ salmışlar, həvəsdən düşüb saxlamışdı. Mən bir şərtlə ona kömək eləməyə razı oldum ki, bir köpük rüşvətin adı olmayacaq orada. Razılaşdıq, etibarnamə
icradan həll edildi, Kənd Sovetindən sənədlər alındı, verildi Torpaq İdarəsinə, Torpaq İdarəsi imtina yazdı. Aldım sənədi, baxdım ki, elə bir ki, həyətdə bu, 50 il bundan var hasara çəkilib, bunun içindən bir dənə hasar çəkdiyindən ki, bu 10 sotluqdursa 8 sotlu ayırmağa. Orada 1 manatda göstərilir mülki məcəllədə. Mən qəribə gəldi, fikirləşdim ki, bəli, qanunlarda problem ola bilər, amma bu qədər məntiqsiz manatda ola bilməz. Açdım mülki məcəlləni, vərəqlədim, gördüm ki, burada şərt var. Özdə 2 şərt. Gələk torpaq sahəsi açıq sahə olsun, bu bir. İkincisi də qonşu ilə ərazi mübahisəsi olsun. Budur, yoxdur. Dərhal Torpaq İdarəsinə nəzərinə çatdırdım, amma çox təəssüf ki, rəis orada qeyri-adekvat, yəni rəisə yaraşmayan tərzdə başladı cavab verməyə. Mənim başım çıxmır, mənim maraqlıdır. Mən belə işlərlə məşğulda görə, mənimki ancaq kağızı süzdən alıb şəhərə göndərmək, şəhərdə alıb süzə vermək, yəni çox eybəcər üzr istəyirəm. Yəni, səhv qanun tətbiq olundu, o da öz haqqımı ona izah edəndən sonra yenidən sənədləri aldılar və artıq kəft olar ki, qohumun çıxarışı alıb 142 manat 89 qəpik təxminən dövlət rüsumunu ödəmək şərtidir. Vəssalam. İndi sual, sizcə, əgər süzə də imtina gəlsə, süz necə gəlib hasar çəkəcəkdir, düzdür? Niyə? Axı bu lazımdır. Ya da hasar çəkməmək üçün niyə necəkdir? İşi yüngülük edəcəkdir, ki, belə olar, olmaz. Süzə məxsus olan dava qırğınla süzə verilməməlidir. Məhkəmə yolu ilə verilir. Mən gedib məhkəmədə udandan sonra ki, mənə kimsə dedi ki, görsən necə deyirsən, qanun işləmir. Aldın da məhkəmədən sonra, xeyr, bu səhvdir. Qanun işləsəydi, iş məhkəməyə gəlib çıxmalıdır. Əgər mən məhkəməni udursa, deməli nədir? Əslində mən dövləti udum. Niyə? Sən səhvsən. Sənin qanunun səhvdir, sənin sistemin səhv işdir. Aldı vətəndaş asan xidməti, süzər belə gəlməsin, asan xidmətin çəkisini yəqin ki, bilirsiniz. Deməli, ya asan xidmətin sistemi düzdürür, ya da ümumiyyətlə qanunvericilikdə ciddi bir problem var. Üçüncü platformanın dayağı məmurların xidmət etməməyidir. Yəqin ki, kimi burada dilləndirsək, bu barədə yetərincə öz təcrübəsindən danışa bilər. Mən öz şəxsi təcrübəmi bölüşəcəm sizinlə. Öz müşahidələrim bunu göstərib ki, məmurların bizə, insanlara xidmət etməməsinin bir neçə səbəbi olur. Məsələn, məmur tutduğu vəzifəyə, oturduğu kresloya görə yetərincə savadı, təhsili yoxdur. Yəni, el arasında belə bir şey, inəylə satıb gəlib oturub burada. Sahabə. Və yaxud da nepotizm deyilən bir terminologiya var. Qohumbazlıq. Yəni, məsəl üçün, Əlifşət keçdi oldu nazir, avtomatik olaraq onun əmsi olanları, dayısı olanları, o mağlunun, şöbə müdiri və s. və axır. Bu, çünki tutduğu vəzifəyə layiq deyil, ləyaqəti yoxdur, bir sözlə. 2. Məmurlar insanlara belə baxır, yuxarıdan aşağı. Yəni, süzə özünü xidmətçi kimi görmür, əksinə, insanları rəiyyət kimi görür, özünü şah kimi. Sual, hansı şah rəiyyəti xidmət eləyər? Düzdür, ancaq bu halda ki, gəlir rəiyyət seçilunlu ya da Allah seçilunlu da. İndi, bir halda ki, əgər bunlar nepotizm yolu ilə və yaxud da hər hansı bir yolla gəlib otururlarsa vəzifəyə, mütləq şəkildə insanları rəiyyət görəcək və rəiyyət gözündə görürsə sizə xidmət eləməyəcək. Düzdür? Əla. Və siz necə bilirsiniz? Millət vəkili sizə xidmət eləməlidir. Deməli, bunun üçün nə eləmək lazımdır? Seçmək lazımdır. Kim istəyirsiniz seçin. Yetər ki, siz seçin. Üçüncü səbəb isə,
Biz özümüzük. Niyə? Gedirik, görürük ki, məmur xidmət eləmir, özpersonalıq eləyir, başından eləyir və yaxud da şəxsi praktikamdan deyə bilərəm. Məsəl üçün, icra hakiminin mavini səviyyəsində olan şəxs məni ilə küçə danışığı ilə danışır. Məsələn, getmişəm bir qanun pozuntusunu izah edirəm, bu qanun pozuntusudur, bunu eləyə bilməzsiniz. Konstitusiya maddəsinin, seçki məcəlləsindən oturub kreslosundan baxır, deyir, nə bə, bir daha namizədliyini vermişsən, özünü bizdən ağıllı hesab edirsən. Orada cavab vermişəm, burada bir də cavab verirəm ki, namizəd istənilən kəs ola bilər. Namizədliyi qoydu bir yığırağa, namizədliyini verməmişdən qabaq da belə, mən həmin mavindən 5 dəfə ağıllı idim. Sübut eləməkdə hazırım. 5 dəfə. Ağzından çıxandan oca mən bildim onudur. Mən də ətrafım mən deyiblər, mən necəyəm, müqayisə edim, gördüm 5 dəfə yola qutarım. Problem bizim özümüzdə deyil. Niyə? Belə adamlar görəndə əşki deyib keçirik. Biz əşki deyib keçdikcə, yadınızda saxlayın, onlar daha da şişirlər. Və siz necə fikirləşirsiniz? Əşki deyib keçməliyik. İnsan əqli, sağlam əqli deyir ki, belə olmaz da. Bir səhvlik varsa, bu düzəlməlidir. Şəxsən mən bugün ayağa durmuşam ki, bu səhvlikləri düzəltmək üçün cəhd edeyim. Və hər yana da bəyan edirəm ki, Qıraqdan heç bir millət vəkili bura gəlməyəcək. Sponsorluq da eləməsinlər. Təhqir eləməsinlər. Bu kəndlərdə qeyrətli insanlar var. Geriyə də yol yoxdur, ancaq onlar üçündür geriyə yol. Üzr istəyirəm. Emosional oldum, artıq da üzr istəyirəm. Deməli, məmurların xidmət etməməsinə çıxış yolu nə görürəm? Ümumiyyətlə, bura iki dənə münasibətim var. Bir, bu ki, qanunları ki, biz bilmirik. Qismət olsa, yəni adi vətəndaşın bunu eləmək çətindir, amma qismət olsa, inşallah birinci şualan kəndində, bu seçki qərargahı olaraq, onun üstünü dəyişəcəm edəcəm hüquq dəstəyi və kənddə oxuyan hüquq tələbələrini bura cəlb edəcəm. Baxıram, ürəyim ağrıyır ki, hüquq oxuyan tələbələr gəlib asan xidmətli yazı yazmaqla məşğul deyə, əyib deyə, hüquq oxuyurlar, ancaq mirzəli gəlirlər. Şərait yaratmaq lazımdır onlar üçün, həm xalqa xidmət eləsinlər, həm təcrübə qazansınlar. Və sizin vaxtınız var, gedəsiniz məhkəməyə 8 ay. Mən atdım işini 8 ay, mən getdim sürəndir. Hər kəsin vaxtı var, yox. Bir də etibarnamə, o getsin məhkəməni uçsun sizin üçün. Həm sizə xidmət eləsin, həm də öz portfelinə bir dənə udulmuş məhkəmə qoysun. Sabah institut qaranda gələndə ki, bir iş yerlə soruşurlar da, iş təcrübən var. Biri deyəcək ki, bəli, mən içində asan xidmətli yazı yazmaqla məşğulam. O bu söyləyəcək, bəli, çıxartacaq portfelinə mən 5 dənə məhkəmə olmuşam. Kimi daha tez götürəcəkləşəm? Məhkəmə olanı əhsən. O gözür, bir güllə ilə 2-3 dənə dovşan vurmaq istəyir. Yetər ki, sən istə. Bu, həm də gəzlərə dəstək olacaq. Ələlxüsusda bu hüquq bularda çətindir. Təcrübə qazanmağa yer yoxdur. Neynəsinlər? Gedib adamı ürəyə ağrıyır, ofisant işləyirlər, satıcı işləyirlər, bunun üçün oxuyurlar, dördür. Bəs məmurlar xidmət eləmirsə, bunun da çıxış yolu ictimai nəzarət və ictimai tərbiyələndirmədir. Ümumiyyətlə, biz bilirik ki, problemlərin həll olunması üçün taktikalar lazımdır, düzdür? Bu məsələdə mən sizə qarşılıqlı dəstək taktikası təklif edirəm. Bu belə deyir ki, mən millət vəkilini seçdim, geçsin tək başına bütün problemlər həll eləsin. Belə şey olmur. Qarşılıqlı dəstək taktikası o vaxt işləyir ki, millət vəkilini siz seçəsiniz. Siz ona güvənirsiniz, arxasındasınız və o da sizin arxavuzda qaya kimi yanır. Bu nədir? Gəlirsiniz, 2 nəfər, 3 nəfər axsaqlar gəlir, müraciət edir ki, ay millət vəkili, bizim belə bir problemimiz var. Məsələn, məktəb təmin olunmalıdır.
ərizə yazılır və həmin ərizəyə valideynlər tərəfindən imzalar yığılır. Məsələn, 200 imza, 300 imza, 500 imza. Sizə sual verin. Ümumiyyətlə, məktəbi kim təmin edir? Faktiki kim təmin edir? Hansı qurum? Valideynlər. Əslində kim eləməlidir? Təhsil Nazirliyi. Əhsən. Dövlət məfhumu elə bir məfhumdur ki, biz barmaqla göstərə bilirik də, yəni bu dövlət, amma Təhsil Nazirliyini göstərə bilirik. Düzdürmü? Bunu çalışıb məxsuslaşdırıb Təhsil Nazirliyi və sual. Siz valideynlər öz sesinizi çatdıra bilirsiniz Təhsil Nazirliyinə? Yox. Amma bu ərizəni əgər hazırlasın, millət vəkili, siz bilirsiniz, millət vəkilində belə bir səlahiyyət var ki, istənilən məmurun qəbuluna növbəsiz daxil ola bilir. Bilirdiniz? Aha, indi bilirik. Gedir Təhsil Nazirliyinin qəbuluna, növbəsiz. Kabinetindədirsə qəbul edir, avtomatik. Bu məsələni oyuna müzakirə edir, vədə alır. Mümkündür ki, üzümüzə gələn yay tətilində bu təmin olacaq və planda var. Sadəcə valideynlərin xəbəri yoxdur. Əla, xəbər alırıq, sakitləşirik, oturuq, gözləyirik. Yox, əlbəttə vəsadət qaldırılır ki, valideynlər şikayət edir, gedirik Təhsil Nazirliyinin tikinti şöbəsi var, yəqin ki, bilirsiniz. Orada mütəxəssislərlə dəyərləndirilir, smeta tutulur, otursunlar, planlaşdırsınlar. Əgər heç bir tədbir görməsələr, artıq millət vəkili həmin məsələni Milli Məclislərə müzakirəyə çıxardır. Və ümid əliyəm ki, Milli Məclisdə bu məsələ əgər müzakirə olunsa, nazir tərpənər və iş görər. Sual, birdən nazir onda da hərəkət eləməli. Onda neyinirik? Növbəti addım, o ərizəyə imza atmış 200 nəfər var idi ya. Artıq 200 nəfərin vaxtıdır ki, millət vəkilinin arxasında niyansın. Bir yerdə gəlirlər, Təhsil Nazirliyindən bir dənə çay içməyən. İndi təsəvvürü götürün ki, burada gəlir, media gəlir, çəkirlər, cəmaat gəlir, tələb edir Təhsil Nazirliyinə ki, təmin eləməlisən. Biabırçılıq, ajiyataj, ictimailəşdiyi və Təhsil Nazirliyi mütləq bir addım geri atacaq ki, teki sakitçilik olsun, smetədə ayrılacaq. Çünki dövlət yetərincə 3,5 milyard ildə pul ayırır Təhsil Nazirliyinə. 3,5 milyard. Sadəcə tələb eləmək lazımdır və mexanizm olmalıdır. İndi sual, bu Təhsil Nazirliyinin ki, başına belə oyun açdı ya, növbəti nazirliyə və yaxud idarəyə qarşı birinci ərizə ilə gedəndə o neyinəcək? Deyəcək, sən bələcə, o başından oyun açdığın oyunu mənim başıma açma. Düzdürmü? Əhsən. Sizcə bu taktik işləyər? İstəsəz həli, əhsən. Bu işləməsi üçün nə eləmək lazımdır? Yox, birinci səsinə sahib çıx. 2, öz vəkilini seç. 3, seçki tələb edə biləsən. Şüarımız budur. Birini eləmək mümkündür. Əks halda bu taktik işlənəcək. Niyə? Çünki lazım olan şərtlər ödənmədi. Məncə, seçki platforması da bu haqqında bu qədər yetər. Saatım da yoxdur, vaxtı da kontrol edə bilmirəm. 9. Yolda pis verir. Çox vaxtınızı almayın ondan. Bu, qarşılıqlı dəstək taktikası bildik və bunun işləməsi üçün şərtləri bildik və bayağı da keçmiş təcrübəsi olan bir iştirakçının, vətəndaşın buyurduğu kimi bu saxtalaşdırmanın və yaxud da hər hansı bir xoşa gəlməz prosesin qarşısını almaq bizim öz əlimizdədir. Bunda çox sadə variantı var. Tek fikirləşməyin ki, mən getdim, öz sesimi verdim, gəldim. Vəziyyət çox çətindir. İnanın, qapı-qapı gezmişəm. Elə qapı olur ki, it bıraxırlar üstümüzə. Tepi atıblar, söyürlər, su atıblar üstümüzə. Çox pis gündədir vəziyyət, ayrı olun.
Fikirləşmə, mən getdim, öz sesini verdim, bu ilə da qutardı. Xeyr, özündən əlavə 5 nəfəlik maşınım var, gez qonşularını da, qohumlarını da daşıb götürgən, qoy ses versinlər. Kimi istəyirlər ses versinlər. Amma seçkidə iştirak eləsinlər. Mütləq, o mən çox təkid edirlər namizədi, mən istəmirdim verim. Mənim ağzımda ödür, mənim işin gücüm var, mən xarici şirkətdə işləyirəm, 8 platformaya nəzarət edən vəzifə sahibim. Mən deputatdan bu dəfə 3 dəfə artıq maaş alıram. Mənim neyimə lazım bütün bu cəncəllər başımı soxlam? Yəni, normal insan belə fikirləşər. Bəlkə də ola bilən bəzi nəzərli yaratı ki, doğrudan buna şübhəl eləyir. Ay qardeşlər, sizə görə eləyirəm. Sizin qəlbinizdə ki, bu gələcəkə olan ümid işığını söndürüblər, dəfn ediblər. Onu bir qığılcın kimi istəyirəm, alışdırım. Əgər bacarsam xoşalıma, mənə vəzifə və kresto 1000 il bundan qabaqdan lazım deyil. Çoxsu elə bilir ki, keçən dəfə bir vəkil sual verdi mənə ki, Həcə, sən neçə ildir seçki prosesinə hazırlaşırsan? Vallahi noyabr ayının birində heç məndə belə bir fikir yox idi. Yəni, 3 ay bundan qabaq kimsə mənə müraciət etsin, Həcə, mən namizədliyimi verəcəm, mənə necə kömək edin? Mən nə bilim, məndən nefdən soruş, mən nə bilim. Amma niyyətim sizə xidmət eləmək olduğuna görə, bax, görürsünüz bugün hansı yerlərə gəlib çatmışıq. Şükür Allaha. Ona görə hər kəs, mən elə bir addım atmışam ki, bir imtihan şəraiti formalaşır. Mən özüm də imtihan olunuram. Mən öz vəzifəmi icra edirəm. Və çalışıram ki, bu haqda daha çox insan xəbərdar olsun və hər kim ki, bu barədə eşidir, mükəlləf olur və imtihandadır. Hər kəs öz vəzifəsini layiqincə icra eləməlidir. Mən ancaq mənim özüm maraqlandırıram. Vəssalam. Bu qədər sadə. Seçki günü mənim heç bir vəzifəm yoxdur. Müşahidəçilər öz vəzifələrini icra edəcəklər. Mən atamın rəhməti gedən günüdür. Çalışacağım qəbüsdə olun, məsciddə olun. Sanki ayın 7-si, Allah nəvzə rəhmət ərsin. Axşam saat 7-də qeyb oturacağım seçki dairəsində. Müşahidəçilərim var, vəkillərim var. Onların da vəzifəsi olur. Onlar da ona mükəlləfdir. Vəssalam. Seçki gününə qədər. Hə, yox əgər seçkidə problemlər yaranarsa və mənim üzərimə sonra növbəti vəzifə gələrsə, onu sonra danışarıq. Hələlik mənim vəzifəm seçkilərə qədər aparmaq, seçkilər günü müşahidəçilər öz vəzifəsini icra edir, sonra da baxarıq ki, proses necə gələcək, nəticə sözü bağlı edəcək, eləməyəcək və s. Allah. Üzr istəyirəm, daha çox vaxt aldım, uzatdım məncə, başarılı oldu. Xahiş edirəm. Mən ümumiyyətlə əvvəlki görüşlərdə də çalışıram, interaktiv olsun. Yəni, bilirəm, əvvəldən belə şey olmayıb ki, kiməsə sual verilsin, mikrofon verilsin, amma mən çalışıram, bütün əvvəlki bariyerləri pozum və bir məsələni də istəyərdim, nəzərinizə çatdırım. Cavil bəy, xahiş edə bilərəm, zəhmət olmasın. Zəhmət olmasın. Deməli, Qəmbərov Cavid bizim dairədən, 14 saylı dairədən namizədlərdən biri idi. Yəni 10 nəfər idik. Bəlkə də çoxsuz tanıyırsınız. Kənd uşağıdır, şu alanlı. Və təxminən 2 gün bundan qabaq elan verdi ki, seçkilərdə Şumalan kəndini, ümumiyyətlə Xəzər rayon sakinlərini çaşqınlığa salmamaq üçün, səslərin parçalanmasının qarşısını almaq üçün, özün də dediyi kimi, güclü namizədi daha da güclü eləmək üçün öz namizədliyini geri çəkdi. Bax, budur kənd adamı, bax, budur kəndçi, dəstək verir. Və başqa kəndçi kimi yox, plakat çırdırtdırır. Mənə gücləri çatmır, mənim şəklimlə dava edirlər. Əyib deyə, vəzifəmizdə 5 günlükdür.
Seçki də 5 gündən sonra qutarır. Dünya da 5 günlükdür. Həm xalqın, həm tarixin, həm də Allahın qarşısında cavab verəcəklər. Eyüp sözünü unudublar bunlar. Və onlara indi buradan müraciət edirəm ki, bax, Caviddən nümunə götürsünlər. Qoy desin, bax, əsl niyyəti neydi geri çəkməkdə, qoy desin, 2 kəlmə, xahiş edirəm. Sağ ol, çox sağ ol. Axşamınızda xoş gördük. Cavid Qəmbərov Hafizoğlu Şumalan sakini namizədliyimi irəli sürmüşdüm Real Cumhuriyet Silah İttifaqından, Real Partiyası, İlqar Məmmədov, belə deyil. Bütün kəndləri gezirdim. Binə, Türkan, Şumalan, Zirə və vəziyyətdən də agah edir. Bir çox kəndlərdə Cavidin, Abid qardaşımızın daha çox dəstəkçi olduğunu gördüm. Eyni zamanda da namizədlərin içində 10 namizəd var bildiyiniz kimi. Onların 5-i 6-sı kukla sadəcə vaketli boşluqları dolduran. 4-5-i var ki, onlar nisbətən aktivdir. Biri Həcək, biri mən və ikisimiz yalnız yerli adım edik. Və bu da seslərin parçalanması deməkdir. Bu vaxta qədər, bu zamana qədər hər zaman bizə deyiblər ki, bizlər üçün bəyaxud deyilib ki, Bakı əhlində həmrəylik, birlik yoxdur. Bu da bunun subutu, bu da bunun göstəricisi. Lazım olanda həmrəylik də olur, birlik də olur. Sadəcə olaraq bununca addım atmaq lazım, iradə göstərmək lazım. Mən də öz payımı düşəni etdim. Təşəkkür. Cavid qardaşlar tarixi adını bu ilə yazdı. Başqaları başqa ilə yazır. Hər öz seçimdə eləyir. Məncə seçki haqqında bu qədər yetər. Platformada azdan çoxdan əhatə elədik. Əlbəttə bu masaların üstündə bukletlər var, çoxsuz da xəbərimiz var. YouTube kanalında keyfiyyətli videolar çəkilir. Seçkilərin mahiyyəti haqqında platformanın izahı, detallı, izləyə bilərsiniz. Yenə də deyirəm, mən demirəm ki, məni seçin. Kim ləyaqətli bilirsinizsə, kim baxın özü sizə dəyər verirsə, ayağınıza gəlibsə, sizə platforma təqdim edirsə, ideya və əqidə. Adama deyərlər ki, keçmişdə neyləmsən, keçmişə görə çox sağ ol. Mən səni keçmişə görə, yox, sabaha görə seçirəm. Çoxsu mən sonra, neynəmirsən xalçın, qardaş, mən eləmək istəyirəm deyən addımı atmışam. Siz keçmiş üçün seçmişsiniz, gələcək üçün seçirsiniz. Ona görə gələcək üçün sizə platforma təqdim eləməliyim. Eləyənlər, qoyarsınız tərəziyə, kimi daha ləyaqətli bilərsiniz, onu da seçərsiniz. Əvvəli Allaha həmd olsun, şükür olsun, sonra da Allah bizim dünyamızı, ölkəmizi salamat eləsin ki, belə bir şərait yaranıb, əvvəl heç ağlımıza gəlməzdi ki, misal üçün, bu Həcabid yaş fərqində bir balamızdır bizim, amma ki, gəncdir, müəllimdir, bir savadlı kadrımızdır. Amma belə bir, heç mən eşitmişdim ki, onu belə qeydiyyata götürüb, heç inanmırdım, ta özü gəlib, evdə mənə deməsəydi ki, belə bir məsələdir, mən çox sevindim və dedim ki, bu özü böyük bir dənə addımdır. Hələ nəticə, ümumiyyətlə Quranda bir ayə var ki, Bismillahi məcrahə və mursahə. Yəni, söz budur ki, nəticə Allahlandır. Biz işi görək, sonra nə nəticə verəcəksə, bu Allahlandır. İnşallah, bir Peyğəmbərimizdən bir hədisi də demək istəyirəm. Cenab-ı Peyğəmbərin zamanında bu ərəblər dəvələri olub da, dəvə yarışı keçiriblər və indi də. Çünki müharibədə və məişətdə bu lazım olan bir şeydir. İndi biri o birisi ilə müsabiqəni keçirdəndə Həzrəti Peyğəmbər saat ki dəstəkləyib, o birisi deyib ki, Peyğəmbər bunun tərəfindədir və yaxud o biri tərəfdədir. Həzrəti Peyğəmbər bunu eşitəndə deyib ki, mən hər ikimizin tərəfindəyəm. Bu mənim sözüm deyil, bu Peyğəmbərin sözüdür. Əgər bunu mən demiş olsaydım, deyərlər buna bana 200'lük edir. Yox,
Bunlar hamısı biri-biri ilə rəqabət, amma sağlam rəqabət olanda bu elə bizim hamımızın xeyrinədir inşallah. Allah Teala inşallah ki, nəticə Allah'ındır. Bu əmin amanlığı Allah Teala əlimizdən almasın. O birinci söz ki deyildi və axırda da təkrar olundu. O mənim üçün çox ləzzət edir. Biz tarix yazırıq. Və bizim bugünkü günümüz sabahımızın tarixidir. Bizim gənclərimiz bu tarixə baxanda, bugünkü günü yada salanda biz elə eləməliyik ki, onlar həm xəcalət çəkməsinlər, həm də əziyyətini görməsinlər. İnşallah ki, bu deyilən sözlər gələcəyin xeyrinin naminədir. Biz də elə millətimizi, cəmaatımızı biri digərindən ayırmarıq. Sonra istər şəhərli, istər rayondan, istər bölgədən gələnlər, o bayaq deyilən söz, Peyğəmbər ərəb olurdu. Əgər biz dursaq millətləri bir-birindən ayırsaq, onda gerək heç biz müsəlmançılığı qəbul edilməyik. Yəni bu nöqteyi nəzərdən əsas məqsəddir. İnşallah məqsədimiz haqdır, ədalətdir. Allah Teala bu işi görməkdə bizə kömək olsun inşallah. Allah xeyir versin inşallah. Başqa kimi bir sözü var, təklifi, nəsihəti. Dedim sizə ki, şəkilinizi getirin, Rusiya qalma. Baxın görüm hansı, kimdir bu? Hələ oldu söylədiniz. Bunu mən getdim dərinliklə, öyrəndim kimlərdir. Sizin namizədlərdən kimsə bunu eləyir. Adam bıraxdır eləyir. Onu cəmaat eləmiş, cəmaatımız eləmiş. Ona qayın ola bilərsiniz. Qurtarı ağacı içindən yiyir. Hacı Allah sana xeyir versin. Allah razı olsun. Sana həmişə dəstəyim. Bugün olsun torpağımız alansın. Orada iştirak eləyək, yaşınızdan asılı olmayacaq. Sağ olun. Ümumiyyətlə, əvvəldə də dediyim kimi, mən demirəm ki, sözlərdən biriyəm. Mən sözün özünüzəm. Söz budur. Məni söz yetişdirmişsiniz. Kimdənsə bitki şücaət, kimdənsə bitki elm, kimdənsə bitki elm, kimdənsə bitki cürət, kimdənsə bitki hərəkət, nəticədə mən buradayım. Süzü ilə neyəcəkdir? Baba bu soldaydı, süzü ilə bir yerdəydi. Sadəcə tanıyanlar, axsaqlardan məsləhət gördü, çıxmışam bura. Sonra yenə də yerim var oradır. O söz budur. Yox, qıraqdan hər bir adam götürəcəksiniz ki, bugün sözünə lazımsınız deyə çıxıb ortaya ekran olmalı, kiçə-kiçə yalanlar. Cəmaatın bir də sən mən çıx deyək küçədə, keçəndə gördü sən şəklini çəkir. Əyibdir, əyib bilmirlər. Ay qardeş, 1000 dənə dəvətnamə payladın, binədə, 1000 dənə. 80-90 nəfər adam gəldi. Hələ tanıyırlar ha. Məsələn, şu anda birinci deyil ki, Brest'də olmuşdu da burada. 1000 dənə dəvətnamə payladın, o əldə təzə-təzə idi də. Hamı üçün maraqlı idi ki, həci neyini var şey. Üstü 230 nəfər adam gəldi. 1000 dənə kartuşka, kənd adamı, burada da olmuşum ha. Qıraqdan gəlib bu 1000 dənə kartuşka paylasa ya, neçə nəfər gələcək o görüşdə? Və nə fikirləşirsiniz? 10 nəfər gedər? Və necə olurdu olur? Adı daşıyırlar, avtobusla tökürlər, hələ bir də çörəyi gözünüzə yeyirik. Qardeş, bugün mən ona görə buradayam ki, bəyan edirəm. Mən çörəyi gözmə yemirəm. Mən gözlə görürəm, beynimlə düşünürəm. Dilimlə də danışıram, haqqı deyirəm. Dilim var, dilçəyim də var. Mən sözüm atmışam özüm qabağa. İstəyəcəksiniz, olacaq, istəməyəcəksiniz, istəməyəcəm. Mən öz başımın çarəsinə baxıram. İştirak, səsi tələb eləmək və sizin dağını yanmaq lazımdır. Lazım olsa səhərsin gəlib qazanın əlindən bir işgən çay geçirik, problem yoxdur.
İnşallah. İnşallah. Daha kimin sözü var? Buyurun. Axşamınız xeyir olsun, hər birinizi salamlayıram. Mən bir Azərbaycan səsisi kimi, Azərbaycan Respublikasının vətəndaşı kimi bu günlər burada iştirak edirəm və çox burada iştirak edilən məmnunam. Çünki mənim üçün bu günlər təkcə səsici olduğum dairə deyil, Azərbaycanın bütün bölgələrində, yəni bütün məntəqələrində, dairələrində keçirilən seçkilər maraqlı olduğu üçün Azərbaycanda keçiriləcək 9 fevral seçkilərinə, Azərbaycanda aparılan hazırlığı, görülən işlərini, nəticələrini biz özümüz, yəni bir səsici olaraq, bir Azərbaycanlı olaraq müşahidə edirik. Mən o günlərə həciyə uğurlar arzulayıram. Mən özüm iqtisadçı hüquqşünasam, yəni hüquqi sahədə, yəni biz həmkar sayılırıq ki, bu günlər siz hüquqa bu qədər dəyər verirsiniz. Çünki hüquqi bir dövlətin hər zaman inkişafı var. Əgər həqiqətən hüquqi dövlət olaraq biz addımlaya bilsək. Bunun üçün mən sizin hər birinizə uğurlar arzulayıram ki, həcinin arxasında sona kimi dayana bilirsiniz. Yəni həcimiz də bir Azərbaycanlı kimi, bir səsici kimi və xüsusi ekspert hüquq xidmətinin rəhbəri olaraq hər zaman sizin yanınızdayıq. Səslənizin yəni müdafiəsində, ondan sonra digər seçki prosesində və sonralarda hər zaman sizi müdafiə etməyə özümüzə borc bilirik. Sizə eşq olsun, uğurlar olsun deyirik. Teşekkür ederim. Teşekkür. Başka öyle sözü olan. Buyurun. Cəmaatdan axşamınız xeyir olsun. Bağışlayın məni. Mən tezbili adi sürücüyə mübaşlarında. Mehriban xanım cəbəyə gəldi, mənə güzel. Bizim buna yaxşıyız. Nəyə verirsən bunu? Mən tutmuş eləmən ki, qarşı məni. Mən yüz işləm sizdən. Onu öğrenirəm ki, dedim yaxşı, bu cavanlar harada işləyirsən, ağac işləyirsən, sosyal deyirsən. Görürsən, axıl sözü münafik. Deyirəm, bədbəxt münafik nedir? Bunu başa salır yine. Üz işləyirəm, mən kürən olmuşam. Mən üz işləyirəm. Dedim, bunu ağac işləyirsən, sosyaldır. Aktörün haradadır, zira haradadır. Başı oradadır, ayağı burada. Hamı kətləri var, kətlər. Dediksə, filan qədərə deyib, tutlar, topaqlansa. Bu cəmal uşaqlar harada var? Biz heç bitiriciyik xəbrə. Bu uşaqlar sosial öylər çıxsınlar, heç olmasın Rusun vaxtında işləyirdi fərdidir, ayrı pulunu versən. Bax, mənim məramım budur, qalan istəmirəm, üz işləm hamıza. Çox olduğum ki, mən sizdən, bəlkə siz danışmır, bunu əsər istəmirəm. Üstünlüklə Yeganı Xəzər rayonunda Zirə kəndidir ki, 2 dəfə kiravacısı var. Torpaqlara baxır Abşeron, cəmaata bax, Xəzər rayonu. Bu nə mənim şeyli başı çıxır. Torpaqları hamısını satdı Abşeron. Xeyr olar. Bölgümüz olmayıb deməli. Şəxsimiz bu. Tam münəsbədə ki, kəndimizi abad edin. Allah anısını rəhmət eləsin. Mən yaltaq adamda yürəm. Sizin axında olsun. Mən onun gözünü içindirəm səhvini. Üz istəyirəm, bəxtdir mən istəyirəm. Yenə də olacaq. deməli, kəndlərdə, istəyir Türkan kəndlərdə, istəyir Zirədə, qışlarda qlobal problemlərdən biri odur ki, insanlara torpaq verilmir. Yəni, qışlarda çoxsu maldarlıqdan, Türkan kəndində isə əkinciliklə məşğuldur. Üz istəyirəm, əvvəlcədən diqqətinizə çatdırım ki, burada hər kəndin nümayəndəsi var. Bilədən var, Zirədən var, Türkandan var. Şuvalarını soruşmuram ki, ev yesinlər. Deməli, qışlarda iri örüş sahələri zəbt olunub, kəndli qoyunda otarmağı yer tapmır. Adını qoyurlar, ay Abşeron, ay mən nə bilim, kimsə filan Kesov və s. və qalxır. Fakt, 2 dənə qoyunda otarmağı yer tapmır. Türkanda da eyni şeyi zəbt ediblər, göyərtə ekimində heç yer tapmır. Axı, bunlar tarixən əkinciliyi ilə məşğul olurlar. Yaxçı, məsələn, torpaqda aldın əlindən ha. Bu neyilə sürün? Olmasa işini də açsın. Sahibkarlarda sıxışdırılır. Yəni deyirəm, platforma genişdir. Xahiş edirəm,
girin internetdə, baxın, görəcəksiniz. Burada sadəcə mən sizin çox istəmirəm saxlayın. Sizə maraqlı 2-3 dənə deyəcəm, mən də başa düşdüm ki, əksinə gələk, sizi nəzərə alıb, sizin üçün maraqlı olan nöqtələrə toxunayım. Məsəl üçün, qaz pulu. 90% burada oturanların həyət evidir, düzdür? Həyət evini qısırmaq üçün daha çox qaza ehtiyac var, nəinki bina evi. Düzdür? Limiti, bax soruşsam sizə ki, neçə aya keçirsiniz limiti? Gələcəksiniz 2 aya, ya 3 aya. 3 aya keçir, 2 aya. Öz qazımız niyə görə Yunanistana 4 qəpiyə satılsın, Gürcistana 3 qəpiyə, bizim özümüzə 10 qəpiyə. Limiti 2 aya keçirsən, olur 20 qəpiyə. Keçmiş Milli Məclisdə neçə millət vəkili var idi bunu düşür? Niyə yox idi? Çünki seçmirdiniz. Ay seçin də. Akşamınız xeyir olsun. Üzrüstə. Akşamınız xeyir. Gəl götür mikrofon, gəl abi. Akşamınız xeyir olsun. Zəhmət çəkib gəlmişsiniz. Əhsən sizə. Gələn ayarlarımız var olsun. Necə gəlmişsiniz, otaqda da səs verin. Bütün kəndlərimizə deyirik ki, bu kişiyə səs versinlər. Bunun özü savadlıdır. Atası da savadlıydı. Polkovnikdi. 3 tane təhsili vardı. Hem həkimdi, hem ərəbşünasdı, hem de akademide hukukşünasdı. Bunun babası da, atasının atası da Sovyet hükümetinde poliste işleyip hizmet ediyor. Bunlar üçü de devlete hizmet edirlər. Devlet nümayəndəsidirlər bunlar. Devlette işleməkdən, devleti necə idarə etməkdən başları çıxır yani. Atasının da, özünün de, babasının da. Özü de çok nesilli, temiz olan bir ailedendir. Hürriyetli bir ailedendir. Abid bizim Şovan taraftan nümayendedir. Bir de bizim kendimiz var. Faik. O da Merdakan tarafta. Babala oğlu. Onun özü de savadlıdır. Atası da prokurordu. Demek istedim ki 2 tane namized var Qalalı. Ne olar be yani? Qalalı deyəndə yani ki Qalalı'dan söhbət getmir. Xəzər rayonunun nümayəndəsidir. Hər ikisi. Ben size uğurlar arzu edirəm. Allah etsin ki bu cemaat size ses versin. Allah bu cemaatın dalında gelsin. Devletçiliğimize, bizim hizmetimize destek olursunuz. Allah size hayır versin. İnşallah. Teşekkür ederim. Əslində mənə yox, mənə səs verməklə əslində siz özünüzə səs verirsiniz. Salam aleyküm, akşamınız xeyir olsun. Ben şahsen buraya mezuniyet arsına gelmemişim. Sevme gelmişim. Yani bana nasazdım biraz, ancak dedim ki borcumu yerine getireyim de Hasan gideceğim. 2 şeyden danışmak istedim. İmkan varsa, vaxt yaparmıyorum. Bir yaxınlarda gelmişim, bizim bir qohum var, Kur'an okuyur. Baktım ki, bu böyle Kur'an okudum bebeğim için. Gördüm ki, o böyle eveşiğinde bir bazı bir yeri sığışıp kalmışlar. Dedim ki, ay falan, üstüne yedim kaldım yok. Ben dedi ki, aşk oluyorum, kaldım. Dedi ki, asla olmadı kaldı. Bir onun dedik mesela, şimdi ben pensiyonu gaza verdim. Ne içerim? Bir konuya istiyorum diyeyim size. Bir de uşaqlar ki var, hayatım var, gördüklerim asasını danışıyorum. Yalanla bağım yok. Rab gülleri sıradır böyle yalan danışacak. Bir neferde geçerim, tanıyorum yakından, onun kimisi çoktu da.
uşağı için bilmiyorum, valla meçitte yığılır, palpaltanıza yığılır. Uşağısın biz evden çok yerler şeyler. Uşağlar için palpaltan bir sabah. Şahbunu yiyenler var, şahbunu yiyenler var. Valla eğer bu işler hal olunsaydı, sizin haberiniz olmayacak. Siz Allah tarafından, Allah nəzərində işte qasmıyor. Zərrə qədər əməl qasmıyor. Ancak bu uşaqların duası, bu ananın duası, bu xalanın duası sizə kömək ol, dəstək olacaq. Mən çətin yükün altına gelirsiniz. Çok ağır yüklü, ben həqiqətən deyirəm, çətin yükün altına gelirsiniz. Allah Teala bu yolda sizə kömək olsun. Allah Teala yolunuzu işıqla etsin. Allah Teala məlumatlardan, xətadan, qanadan uzaq etsin. Eğer neyinizə kömək edirsek biz pensiyenerlere gene kimi geleceğiz valla. Bizim borcumuz size destekler. Boş Allah işimize alan olsun, Allah selamet etsin. Adam çekemiz bir de. Rahim başımı denerim sen bir daha. Başımı denerim sen. Yok benim sözüm var. Bu kardeşimiz bizim adam çekerdi. Belediye adam şeyler cavanlarımız bizim çok. Vallahi işsiz kalıp bilmiyorum, harp işsizsin kalıp. Allah hamdolsun düzledimdi. Allah ben inanmamaz durum, Allah benden birini bulsun, yalan değil yapsın. Şu an işsiz kalıp bilmediğince dolansın valla. 2-3 tane şey halledebilsek büyük. Vallahi iyi ki. Hamdolsun selamlayalım. Zahmet çekip gönderdiğimiz söyledim. Veya torpağdan söylemek oldu. Yani Bakı kentleri, şureleri, tarlası, ilerisi, Kızılodası, Yaşarası, dükkanlı, torpağını olmuş. Ama bu barədə bizlere olan nahavi ne istəyirəm. Yani bizlere bu barədə ne nahavi oldu? Haksızlıklar oldu. 1993 yılda Heydər Əliyev partiya gələndə birinci agrar islahatlara başladı. Yani torpaq islahatlarına başladı. Yani Azerbaycan'ın rayonlarında olan kolxozlara ait torpaq sahələrini halı göre 1 hektar, 5 hektar, 3 hektar həmin sahədə yaşayan, kentlərdə yaşayan insanlara payladılar. Xüsusi pay torpağı kimi. Bugün de onlara sahipler. Ama tutmuş saray, noha, evleşlere, Füzona, Türkan, Zine, Özan, İner, bir karış, bir adama bir karış torpak sahası verilmedi. Bugün de, yani ona göre de Bakı kentlerinde bu kadar sıklık emele geldi ve bugünleri kimin ki 15 sotuk yeri vardı, eğitimde bir evladı için dikti. Neyle dolasın bu cemaat? Harada geçsin dolasın? Qeyd ki ne otlağı var, ne çölde otlağı var, ne həyətdə heyvan saxlamağa imkanı yoktur. 1000 hektarlarla ama bir karış, bak bize olan nahaktır, haksızlıktır bu. Sen çok ağır işe, Bilirəm. çok ağır işe sen kol koyursan ha. Bu Bakı kentlerinin dərdsəni böyükdür. Bu məmurlar geldi, bu torpaqları ki aldılar Zirənin en büyük olan Zirə kəndiydi. Bilməmiş bu dəfə torpağımız yoktur. Hansı kanunla gelip 10 hektar, 20 hektar ya 30 hektar torpaq alıp hasar edip bölümün kendiydi, müslümançıl oldu. Kendin ortasında donuz saklıyor, onları kim kıyamet? Onları bir tane nezərdən Üzr istəyirəm. Birincisi, əslində həqiqətən də ağır bir vəzifə yüklərin üstündən hiss edirəm, amma bir şey sizə nəzərinizə çatdırım ki, məsələn, millət vəkili asfalt çəkmir, siz qırıcı seçmirsiniz, siz millət vəkili seçirsiniz, yolu çəkir Azəryol servis. Məsələn, suyu çəkir, santexnik deyiləm, mən bacarmıram, suyu çəkir Azərsu.
Məsəl üçün, şığı çəkir Azərişıq, Azərqaz qazı çəkir və s. və ilaxır. Əslində, həmin qurumlar var. Siz fərdə bir problemləri deyirsiniz. O problemlərlə məşğul olacaq qurumlar var bu dövlətdə. Hansı torpaq deyirsiniz, BTİ var. Qaz deyirsiniz, Azərqaz var. Var. Sadəcə iş görmək istəməyən məmurlar ki var. Hansı ki, yəqin görmüşsünüz, ölkə başçısı axırıncı çıxışlarında onlar üçün vicdansız deyil və s. və lafı, onlar imkan vermirlər. Normal, imkan vermirlər, bir yerdə tərbiyələndirəlirlər. Siz fikirləşdirin ki, millət vəkilini biz seçdik, bütün problemləri bir gündə mənim 6 əlim yoxdur. Kim gəlib sizə söz versə ki, mən seçim bütün problemlərinizi həll edəcəm, ikinci sözünə qulaq asmayın. Kəzzəbdir, yalancılıq filanı çıxın gedir. Mümkündür belə şey. Mümkündür. Azər yol servis, yol çəkməlidir. Məsəl üçün Binə kəndində. Düzdürmü? Onun üçün dövlət vəsait ayırır. Həmin vəsait bölünür rayonlar üzrə. Və sizə sual, həmin rayon Azər yol servisinə kim sipariş göndərməlidir ki, filan küçələri asfaltlar? Əhsən. Eləməyib, tələb edəyərik. Bilirəm, Binə kəndə dəmir yolu keçəndən sonra da küçələr var ki, top-top oynayırlar. Xəzər rayondur, Surxandır, Xəzərindir. Nə olar? Yəni, oturub bir yerdə həll edirlər. Bir axır qərarlaşdırır da kimindir, nödür. Bəli, olmasın bilirlər, heç olmasın cəmaat bilsin ki, 3 illik, 5 illik plan çizildi. Bu olmasa 3 ildən sonra növbə çatılacaq, yol çəkiləcək. Yoxsa qeyri-müəyyənlikdir. Heç kim heç nə bilmir, heç kim heç nə danışmır, hamı susub, neyi gözləyirik? Göy aralanmalıdır, saqqallı kişi nəsə deməlidir, əstəğfurullah, elə olmur axı. Biz özümüzdə nəsə deyişməsək, proses deyişməyəcək. Hindiki prosesdən razısınız ümumiyyətlə. Birlik. Hindiki prosesdən yox. Değişiklik istiyorsunuz ve değişiklik istiyorsunuzsa gene değişikliği birinci bizden başlıyorsun. Bak burada değişsin, burada değişsin. İngilizce seçkide iştirak edemiyordur. Düzdür? Proses de bugündedir. Bir değişikliği gelir, seçkide iştirak ediyoruz. Birinci sesimize sahip çıkın. Bu bir. Sonra seçimimizi düzgün edin. Bu iki. Üçüncüsü de sonra sesimizi talep edin. Bu da üç. Mən də ki, qulluğuzluyam. Diyəcək ki, sənə var. Yox, oturacaq dövlər. Mənim işim var. Allah razı olsun. Bir təklif irəli sürmək istəyirəm. Az çox neçə illərdir siyasi proseslərin içindəyəm. Azdan çox da bu seçki prosesləri necə gedir? Bunun mahiyyəti və əhəmiyyəti nədən ibarətdir? Anlayışım var. Təklifim nədən ibarətdir? Həcabit qayıtı dedi ki, seçimizə sahib çıxır və birlikdən, həmrəylikdən söhbət düşür. Seçsə sahib çıxır. Bir həmrəyliyin əsas məqamı 7-də məntəqələr bağlanır, səslər başlanır sayılmağa. Hər kəs kim hansı məntəqədə səs veribsə, 7-nin yarısı, 7-yə qalmış məntəqənin qarşısına gəlib, sadəcə onlara dursun. Yaxınlaşacaqlar, soruşacaqlar ki, niyə gəlmişlər? Qardaş, sesimin nəticəsini bilmək istəyirəm. Onda görəcək, aha, demək, insanlar, millət öz sesinin hesabatını soruşur. Onu edebilsək, bu artıq rəsmiləşəcək. Bu qədər. Ümumiyyətlə, seçki günü, onsuz da biz planlaşdırmışdık ki, saat 7-də ki, seslər sayıldı başladı və hər məntəqədə ki, protokol tərtib olundu, müşahidəçinin başını götürü gəlirdi seçki dairəsinə. Təxminən mən özüm başda olmaqla 70'e yaxın insan olacaq orada, müşahidəçi ordusu və sürücülər.
Və biz oradan ayrılmaq fikrimiz yoxdur. Ta ki bizə nəticəni deyil. Saat 3 gün gözləyəcəm. Nəticəni deyil, bilin. Kimə də maraqlı olsa nəticə. Gəlsin qoşulsun bizə. Gəlin qoşulun da 70 olmayı 700 olayım. Bu sizin üçündür. Mən vəzifəmi yerinə getirəm. Nəticə çıxdı həm. Sizdən siz çıxmadı yox, həm çox sağ olun. Mən orada olacaq, müşahidəçilər də orada olacaq. Sesi tələb eləmək oradan başlayır. Yox, bütün bu əziyyətlər də getdi, boşan bu danışıqlar qəri qaldı burada. Əgər başqa bir sözünüz, fikriniz, Bir de bu şeyde mevzuat, servistem var. Çok adam, başka, yapamayacak uşaqlar. Onu diyorlar, kim xəstə evlərdə, seslər gözü, ola bilər, başqalar sezmişdir. Ona görə, onun qaydası 4-5 gün içində keçib baxmaq lazım, hansı məntəqədən seçilirsən. Adını oxudun orada. Xəstə adam ki, gedirsən məntəqəyə, haradakı ses verirsən. Deyirsən ki, mənim anamdır, atamdır, qardeşimdir, xəstəmdir. Gəlməyəcək, o adam göndərməlidir, evdə büteri sala bilirsən. Yoxsa ki, getməsən, sənin yerimə ola bilər ki, oyun çıxartsınlar. Sonra, bəzi adam var ki, uçağın apartmanı seçki məntəqəsinə. Yəni, gedirsən, gedir məntəqəyə, deyin ki, xəstədir. Bir şey, bunlar bu xəstə adı ilə yazdırıb, gəlirlər evə, evdə sonra arvad da gəlir, bir kişi də gəlir, qutu ilə. Qutunun içində sözünü verir və seçir. Əsas məsələ iştirak. Əsas məsələ iştirak. Təşəkkür edirəm. Çox sağ olun, yenə də var olun. Gələn ayaqlarınız var olsun. Dəqiqcə görə də çox sağ olun. Sesinizə sahib çıxın.